ondan qabaq o Məmməd Rafi Məmmədov vardı, Müdafiə naziri. Müharibə gedirdi, müharibə qurtarmamışdı, ateşkəs yox idi. Büdcədən pul açırdım, dağıdırdı, büdcədən pul açırdım, dağıdırdı. O vaxtlar xəzinədarlıq yox idi, xəzinədarlıqda indi hər pulun özünün təyinatı var da, başqa yeri xərcləyə bilməzsən. O vaxt belə idi. Pulu Müdafiə nazirliğində ümumi açırsan, onun içində əmək haqqı da var, müxtəlif alışlar da var, ərzaq da var, silah da var, hər şey var. Baş kredit sərəncamçısı Müdafiə naziridir. Hara istəyir, oraya xərcləyirdi. Məsələn, Səfər Əbiyev gedirdi, sal alırdı. Səfər Əbiyev gedirdi, kofe alırdı. Səfər Əbiyev gedirdi, nə bilim, lazımsız olmayan şeylər. Ambarda 300 illik ehtiyatı olan bir şeyi yenidən alırdı. Çünki orada marağı vardı da. Yəni bunlar belədir. Kofeni əskərlər üçün alırdı. Bəli, əskər kofe içir. Nəysə də 300 illik ehtiyat almışdı. Mən bunlara qarşı mübarizə aparırdım və təbii ki, bu şeylərin hamısını məruz edirdim. Bax, Səfər Əbiyev, Məmməd Rəfi Məmmədovu praktik olaraq yoxlama, axır icazə aldım. Mənə dedi ki, demək icazə vermirdi. Niyə görə vermirdi? Deyirdi, müharibə gedir ölkədə. Müharibə bitməyib, ateşkəs yoxdur. Sən bu müharibə gedən ölkədə müdafiə naziri yoxlamaq istəyirsən. Axır bir gün yanında olanda hüquq mühafizə orqanlarından yanındaydıq. Tədbir görüş qutanından sonra mən dedim ki, bir dəqiqə mən qalım, sözüm var. Dedi, qal. Dedim, bax, mən neçə ciddi sizə müraciət edim, cənab prezident. İcazə verin, mən yoxlayayım. Buradan pul açıram, oradan hamısını dağıdır bu. Deyir, axı, sən bu neçənci dəfə deyirsən, bax, mən də sənə deyirəm, müharibə gedir. Telefon düyməsini bastı, dedi ki, o hüquq mühafizə orqanının başçılarını, prokurordur, Milli Təhlükəsizlik naziri idi, daxili işlər. Onlar gəlsinlər içəri. İki də gəldi. Ramil Yusubovdur, Əli Ömərovdur, sonra Namik Abbasovdur. Gəldi, iki də içəri. Dedim, Fikrət Yusubov məndən əl çəkmir ki, Müdafiə Nazirliyində böyük ciddi maliyyə pozuntuları var. Orada yoxlama aparmaq lazımdır. Siz nə düşünürsünüz? Üçü də təsdiqlədi ki, Fikrət Yusubov düz deyir. Çünki mən nədən danışırdım, oradakı vəziyyəti müzakirə edirik. Üçü də dedi ki, ciddi pozuntular var. Dedi, yaxşı, siz gedin. Onlar getdi, mən dedim, nə yoxlaması? Bütün fəaliyyətini yoxlamaq istəyirəm. Yoxladım, bax, təsəvvürünüzə gətirdim. Əslində o yoxlama uzun bir yoxlama olmalıdır. Bir 4 ay, 5 ay fəaliyyət yoxlanmalıydı. Demək, yoxlama başlayanda yenə bunlar başladılar yenə dağıtmağa. Artıq betər dağıtmağa. Çünki Məmməd Rəfi başa düşürdü ki, gedəcəkdi. Elə bir ki, əvvəl belə deyək də, ayrılan pulun bir 50%-ni dağıdırsa, indi 80%-ni başladı dağıtmağa. Onda mən çıxdım prezidentə ki, bu talan eləyir. Mən nə idim? Mən maliyyəni kəsdim. Maliyyəni kəsəndə bu çıxdı, dedi ki, Fikrət cəbhəçidir. Cəbhə dövründə hakimiyyətə gəlib şantaj edir ordunu. Nəsə, yanında bir müşavirə, mənə dedi ki, maliyyə aç. Aç maliyyəni, nəzarət elə gör, hara gedir maliyyə. Maliyyəni açdım və bir gün içində o pul getdi, 4 milyard o köhnə pulla pul açdım, bir gün içində pul getdi, bir şeyə çıxdı. Konvertasiya olunub Almaniyaya köçürülür. Halbuki, əskər zabit heyətinin əmək haqqını vermişəm mən bunu. Ki, neçə ayda əmək haqqı ödənmir. Və mən Mərkəzi Bankdan onu xüsusi nəzarətə götürdürdüm, tutduq bunu, birjada tutduq. Özdə neçə yerə köçüdüblər, buradan oraya, oradan bura, buradan oraya, 3-4 yerə köçüdüblər ki, izi itirsinlər. Pul gəldi bir şeyə çıxanda tutduq bunu. Heydər Əliyevin yanında müşavirədə hər şeyi sübut elədim orada ki, bu pulu göndərir dərman almağa, ambarlar da doldu dərmanla. Mən orada heyətim var, 18 nəfər revizorum var, müfəttişim var. Onlardan rəsmi arayış aldım ki, ambarlarda ağzına qədər doldu dərmanla. Bu dərmana 4 milyard pul köçüdür. Baxmayaraq ki, dərmana ehtiyac yoxdur. Çünki marağı var orada. Dedi, mənim xəbərim yoxdur, onu mavin edibdi. Bax, inanın, Allahın işidir. Orada Maliyyə Şöbəsi müdürünün əlində bunun yekə bir M hərfi ilə imzası olan kontraktı gördüm. Allah göstərdi. Mənə danışmaz. Sizə danışmışam. Allah göstərdi mən. Dedim ki, mən üzr istəyirəm. Buradan mən görürəm ki, o kontraktın üstündə bunun qolu var. Məmməd Rəfi Məmmədovun qolu var. Maliyyə Şöbəsi müdürünə dedi, gətirə gör. Gətirdi, baxdı. Dedi, sən deyirəm, mənim xəbərim yoxdur. Səhərci gün böyük hərbi sovetdə müşavirə və Məmməd Rəfi Məmmədov işdən çıxdı. Heç qoyma, yoxlamanın sonunu gözləmədi. Yoxlamanın ondan sonra bir şey davam elədi. Yəni, Heydər Əliyev belə qərar qəbul edirdi. Faktlarla, reallıqlarla, gerçəklərlə. Və Səfər Əbiyevin fəaliyyəti dövründə Səfər Əbiyevin bütün əyrilərini mən məruzə eləmişdim, qoymuşdum masanın üstünə və yenə yoxlama istəyirdim. Mənə icazə vermişdi, amma mənə demişdi ki, sənə vaxtını deyəcəm. Gəldi, xəstələndi. Siz də o vaxt şeylədilər, eləmi? Siz o vaxt eləmi? Gəldi, xəstələndi və təsəvvürə gətirin ki, artıq mən günlərlə gözləyirdim ki, girib Səfər Əbiyevin fəaliyyətini yoxlayacağım.
Yəni onun rəhbərliyi dövründə Maliyyə Müdafiə Nazirliyində baş verən olayları yoxlayacağam. Gəldi Heydər Əliyev xəstələndi və ondan sonra proseslər uzandı. Bilirsiniz, müalicəsi Gülhanada, sonra Klivnikdə və s. və s. və s. Və Səfər Əliyev də bu boşluqdan istifadə edib Məmməd Rəfi Sələfi kimi, Məmməd Rəfi Məmmədov kimi talana 1-ə 5 dedi. Talana 1-ə 5 deyəndə bir gün də mənim əsəblərim davam gətirmədi. Çıxdım mətbuata müsahibə verəndə o vaxtki Femida qəzeti. Femida qəzeti. Ki Səfər Əliyev. Yəni siz belə baxanda o müsahibə bitirdi da yəni. Səfər Əliyev tacirliklə məşğul olduğu qədər ordu quruculuğuyla məşğul olsaydı Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı. Və bunu da hər nazir çıxıb deməz. Mümkün deyil. Onu da Fikrət Yusuf deyə bilərdi. Dedim və o yazı çıxdı 6-cı gün bazar günü 4 saat yarım Təhlükəsizlik Şurasında məsələni müzakirə elədim və mən hesab edirəm ki, mən səhv elədim. Yəni mən emosiya qapandım, biraz cavanlıq elədim, etmək olmazdı və təbii olaraq orada da göstəriş verildi bütün o Təhlükəsizlik Şurasının üzvlərinə ki, biz bu gün Müdafiə Nazirliyindəki olayları müzakirə etmirik. Biz müzakirə edirik ki, Fikrət Yusuf bu kürsüdə otura nə qədər haqlı idi ki, Müxalifət qəzetinin səhifəsində Müdafiə Nazirliyindəki olayları yazsın. Siz özünüzü həm məqamda Elçi bəy hakimiyyətinin naziri kimi apardınız. Yəni mən getdim vəzifədən, bax buna görə getdim. Bu yazıyı, o açıqlamaya görə getdim. Çox maraqlı söhbət idi Fikrət müəllim. Əziz tamaşaçılar, hər birinin ruhu şad olsun deyirəm. Həm Əbülfəz Elçi bəyin, həm Heydər Əliyevin. Hər biri, yəni bu Azərbaycan üçün mən elə gəri əlindən gələn elədilər ki, ölkə. Amma mən işdən gedəndən sonra mən neçə dəfələrdən soruşmuşdu, hardadır? Hardadır demişdilər. Neçə dəfə soruşmuşdu. Allah rəhmət eləsin. Təşəkkür edirəm sizə.